Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Bugün Yeni Yasamalın tam mərkəzində İnşaatçılar metrosuna cəmi 5 dəqiqəlik piyada məsafəsi olan yeni tikili bir binadayıq. Burada sizlərə qanuni 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilmiş tam yerçəkər bir mənzil təqdim edəcəm. Mənzilimiz yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayan bir mənzildir. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapına daxil olduqda sol tərəfdə mənzilin sanitar qovşağı yerləşir. Tam yelçəkər bir mənzildir. Həm binanın həyət istiqamətində, həm də şəhər istiqamətində baxışı var. Burada mənzilin yataq otaqları yerləşir, mətbəx hissə və burada isə mənzilin qonaq otağı hissəsi yerləşir. İlk öncə qonaq otağından başlayaq. Gördüyünüz kimi çox geniş, ölçülü bir qonaq otağını görürsünüz. Kvadrat sahəyə malikdir. Yeni təmir olub mənzil, təmirdən sonra yaşayış olmayıb. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirtmək mümkündür. Gün düşən, işıqlı, auralı bir mənzildir. 18 mərtəbəli yeni tikili binanın 18-ci mərtəbəsində yerləşir. 100 kvadrat ümumi sahədən ibarətdir. Axırıncı mərtəbə olsa da mansard deyil, lift mərtəbəyə qədər qalxır. Mənzilin üstü betondur, çardaq deyil. Qonaq otağını gördünüz, kifayət qədər geniş sahəyə malikdir qonaq otağımızda. Döşəmə otaqlarda parketdəndir. Binada qaz sökük fəaliyyəti daimidir. Burada mənzilin mətbəx hissəsi yerləşir. Əslində mətbəx hissə orada olub. Sadəcə ev sahibi mətbəxi bura köçürdərək mənzili 3 otağa düzəltmişdir. Mətbəx bura keçməyinə baxmayaraq kifayət qədər geniş sahəyə malikdir. Mətbəx mebeli quraşdırılmayıb, onu ev sahibi alan şəxs özü öz zövqünə uyğun quraşdıracaq. Gördüyünüz kimi mətbəximiz kifayət qədər geniş sahəyə malikdir. Mətbəx mebelini oradan yığırsınız. Burada soyuducunun yeri nəzərə alınıb və bura isə yemək masası qoya bilərsiniz. Daha sonra mən sizə mənzilin yataq otaqlarını göstəreyim. Burada birinci yataq otağımız yerləşir. Kifayət qədər geniş sahəyə malikdir bu otağımızda. Rahatlıqla öz yataq otağı mebellərinizi, əşyalarınızı yerləşdirə bilərsiniz. Həmçinin bu otaqdan eyvana keçmək də mümkündür. Digər yataq otağımızdan da bu eyvana keçmək mümkündür. Mənzilin baxışını göstərim sizlərə. Görürsünüz, orada o binalar İnşaatçılar metrosunun üstüdür. Cəmi 5-6 dəqiqəyə piyada getmək mümkündür. Qarşısı açıqdır, gün düşən, işıqlı, auralı bir mənzildir. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yeni Yasamalın düz mərkəzi yerlərindən biridir. Burada isə mənzilin sonuncu otağı olan ikinci yataq otağını görürsünüz. Burada geniş sahəyə malikdir, kifayət qədər genişdir. Bu otağımızda buradan da eyvana keçmək mümkündür. Baxın, görürsünüz. İstilik sistemi kombidir mənzildə. Kombi batareyaları da otaqlarda yerləşdirilib. Son olaraqsa mən sizə mənzilin sanitar qovşağını da göstərim. Burada isə gördüyünüz kimi sanitar qovşağı yerləşir və lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Mənzil haqqında ümumi məlumatı keçir. Mənzilimiz yerləşir Yeni Yasamalın tam mərkəzində, Bravo marketin qarşısında 18 mərtəbəli yeni tikili qazlı küpçalı binanın 18-ci mərtəbəsində yerləşir. Qanuni 2 otaqdan 3 otağa PDK düzəldilib. Tam yerçəkər, skvaznoy bir mənzildir. Həm binanın həyət istiqamətində, həm də Yasamal tərəfə, şəhər istiqamətində baxışı mövcuddur. İstilik sistemimiz kombidir, döşəmə parketdir, binada qaz sökük fəaliyyəti daimidir. Binanın geniş həyəti və 2 sürətli lifti mövcuddur. İnşaatçılar metrosuna cəmi 5-6 dəqiqəlik piyada məsafə var binadan. Mənzilin açarları bizdədir, günün istənilən vaxtı baxmaq mümkündür. Sənədlər tam qaydasındadır, kupçalıdır. Mənzilin qiyməti 170 min manat start qiymət təyin olunub. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.